Hər vaxtınız xeyir. Bugün şəbəkə marketinqinin bəlkə də ən vacib, ən təməl bacarığından danışacağıq. Dəvət etmə sənətindən. Heç başınıza gəlibmi, kiməsə həyəcanla gəl, sənə bir şey göstərəcəm deyirsiniz, amma sanki hamı sizdən qaçmağa başlayır? Gəlin bu işin sirrini birlikdə açaq, görək səbəb nədir və həll yolu haradadır. Yaxşı, gəlin başlayaq. Əvvəlcə birbaşa problemin ürəyinə gedək. Niyə bizim dəvətlərimiz çox vaxt, necə deyərlər, boşa çıxır? Cavab əslində düşündüyünüzdən daha sadədir, amma bəlkə də biraz təəccüblü olacaq. Təsəvvür edin də, ən yaxın dostunuza zəng edirsiniz, həyəcanla ona super bir şeydən danışmaq istəyirsiniz, amma birdən-birə hamı məşğul olur, telefonlara cavab vermir. Tanış gəlir, elə deyilmi? Baxın, çox vaxt düşünürük ki, problem insanlardadır, amma əslində məsələ tamamilə bizim yanaşmamızdadır. Deməli, bütün problemin kökü bizim dəvəti olan baxışımızdır. Biz onu səhv anlayırıq. Sanki nəsə satmağa çalışırıq. Amma əslində dəvətin məqsədi, yəni əsl hədəfi heç də bu deyil. Tamamilə başqa bir şeydir. Baxın, dəvətin cəmi bircə, tək bir məqsədi var. Maraq oyatmaq. Bu qədər sadə. Vəssalam. Məqsədiniz işi təqdim etmək deyil, məhsulu izah etmək deyil, yox. Sizin işiniz sadəcə qarşı tərəfdə görəsən bu nədir sualını yaratmaq və onu görüşə gətirməkdir. Baxın, bu iki yanaşma arasındakı fərq gecə ilə gündüz kimidir. Bir tərəfdə siz bütün kartları masaya qoyursunuz, hər şeyi izah edirsiniz və maraq ölür. Çünki artıq hər şeyi bilirlər. Amma digər tərəfdə siz sadəcə sirli bir qapını biraz aralayırsınız. Onları içəri boylamağa təşviq edirsiniz. Unutmayın, bizim işimiz məlumatla doyurmaq yox, maraqla ac qoymaqdır. Yaxşı, başa düşdük. Məqsəd maraq yaratmaqdır. Bəs necə? Bunu necə edə bilərik? Bax, bunun üçün 4 dənə çox sadə, amma inanılmaz dərəcədə güclü qızıl qayda var. Gəlin indi bu qaydaları bir-bir açaq. Və birinci qaydamız, qısa və konkret olun. Təsəvvür edin ki, məsələn, zəng edib yarım saat danışırsınız. Bu nə mesaj verir? Mənim bol-bol boş vaxtım var. Bu isə cəlbedici deyil. Əvəzində belə edin. Salam, 1 dəqiqə vaxtım var, səninlə bölüşməli olduğum çox maraqlı bir şey var. Baxın, bu qədər. Bu həm sir yaradır, həm də sizin dəyərli vaxtı olan məşğul bir insan olduğunuzu göstərir. Unutmayın, insanlar məşğul və dəyərli şeylərə can atır. İkinci və bəlkə də ən vacib qayda, məlumat verməyin. Qarşı tərəf sizdən mütləq soruşacaq, yaxşı, bu nədir ki? Bax, bu sual bir tələdir. Əgər bu tələyə düşüb hər şeyi izah etməyə başlasanız, oyunu uduzdunuz deməkdir. Bunun yerinə sadəcə və inamla deyin. Bax, bu elə bir şeydir ki, sənə bəzi şeyləri vizual olaraq göstərməliyəm. Telefonla izah ediləcək kimi deyil. Məqsədimiz görüşü almaqdır. Bütün suallara cavab vermək yox. Keçdik 3-cü qaydaya. Güclü bir duruş sərgiləyin. Yəni, enerjiniz yüksək olsun. Sizin həyəcanınız, sizin ehtirasınız, inanın mənə, yoluxucudur. Telefonun o biri ucundakı insan sizin səsinizdəki o qığılcımı hiss etməlidir. Unutmayın, siz onlardan nəsə xahiş etmirsiniz. Əksinə, siz onlara bir fürsət təqdim edirsiniz. Bu münasibəti dərk etmək hər şey dəyişir. Və nəhayət 4-cü qayda. Bax, bu çox vacibdir. O, ovçu və ov dinamikasından mütləq qaçın. Yəni, insanları qovalamayın. Siz qovaladıqca onlar daha sürətlə qaçacaqlar. Heç kim təqib edilməyi sevmir, düz deyilmi? Əgər siz o qaç, uzaq dur deyilən adama çevrilsəniz, bu sizin bütün reputasiyanızı məhv edə bilər. Qovalamayın, cəlb edin. Yaxşı, bu 4 qızıl qaydanı bildik. Bunlar demək olar ki, hər vəziyyətdə işləyir. Amma yanaşmamızı dəvət etdiyimiz insana görə biraz uyğunlaşdırmalıyıq. İndi gəlin baxaq görək, fərqli insanlara necə fərqli yanaşmaq olar, amma eyni məqsədə necə çatmaq olar. Baxın, burada 3 fərqli kateqoriya var. Məsələn, isti bazar, yəni dostlarınız, ailəniz. Onlarla danışanda təbii və səmimi olun. Yaxın dostunuza birdən-birə rəsmi dildə danışmayın, çox gülməli səslənər. Soyuq bazar, yəni tanımadığınız insanlar. Onlarla birbaşa işə keçmək olmaz. Əvvəlcə biraz münasibət, bir etibar qurmaq lazımdır. Və sosial media. Burada isə komandama qoşul deyə spam etmək əvəzinə insanlara dəyər verən məzmun paylaşaraq onları özünüzə cəlb edin. Yanaşmalar fərqlidir, amma məqsəd dəyişməzdir. Maraq oyadıb görüş almaq. İndi sizə görüş təyin etmək üçün çox güclü bir psixoloji texnika göstərəcəm. Heç vaxt, amma heç vaxt soruşmayın ki, nə vaxtım var. Bu çox zəif sualdır. Çünki cavab heç vaxt ola bilər. Əvəzində ona 2 seçim verin. Məsələn, sənə bazar ertəsi axşam 8 uyğundur, yoxsa çərşənbə günü gündüz 3.
Baxın nə baş verir. Qarşı tərəfin beyni artıq görüşüm yoxsa görüşməyim sualını düşünmür. Beyin avtomatik olaraq hansı vaxtı seçim sualına keçir və bu sizin hə cavabı almaq şansınızı qat-qat artırır. Yaxşı, bütün bu qaydaları, texnikaları öyrəndik. Super. Amma bilin ki, əsl ustalıq, əsl peşəkarlıq yalnız bir şeylə gəlir. Təcrübə, təcrübə və yenə də təcrübə. Ən yaxşı xəbər isə odur ki, bu anadan gəlmə bir istedad deyil. Bu tamamilə öyrənilə bilən və zamanla mükəmməlləşdirilə bilən bir bacarıqdır. Bəs bu yoldan necə irəliləyə bilərik? Baxın, 3 sadə addım var. Birincisi, güzgünün qarşısına keçin və öz-özünüzlə danışın, məşq edin. İkincisi, səsinizi telefona yazın və sonra qulaq asın. Səs tonunuzda o inam, o həyəcan hiss olunurmu? Üçüncüsü isə, bu işdə artıq uğurlu olan təcrübəli liderlərinizə baxın, onlardan öyrənin. Unutmayın, davamlı məşq sizi peşəkara çevirəcək. Beləliklə, artıq qaydaları bilirsiniz, alətlər sizin əlinizdədir. İndi sizə bir sualım var. Dəvət edəcəyiniz ilk insan kim olacaq? Bir anlıq düşünün. Unutmayın ki, bilmək heç nədir. Əsas olan etməkdir. Bilik yalnız hərəkətə keçəndə əsl gücə çevrilir. O ilk addımı elə bu gün atın. Uğurlar.